Hamıya salam. Bu gün Java-da metodlara baxacağıq. Deməli, metodlar hər hansısa bir işi icra eləmək üçün yazılmış bir kod bloklarıdır. Metodların yazılmasının əsas səbəbi odur ki, bir kod təkrarını azaltmaq üçün, ikinci də kodu daha oxunaqlı eləmək üçün. Məsələn, deyək ki, mənim belə bir dənə 10 sətirlik bir dənə kodum var. Məsələn, mən buralara nəsə yazmışam, nəsə icra eləyirəm burada. Daha sonra mən gəlirəm burada başqa şeylər yazıram. Sonra isə mənə burada yazdığım kodun sırf eynisi bu aşağı sətirlərdə də lazım olur. Mən bunu götürürəm belə və gəlirəm bunu buradan yapışdırıram. Və gördüyümüz kimi kod daha da şişir. Ya burada da eynisini yazmışam. Burada yazdığımın eynisini gəlirəm burada yazıram. Bu həm kodun oxunaqlığını azaldır, həm də ki kodu şişirdir, daha böyük olur. Bunun qarşısını almaq üçün metodlardan istifadə olunur. Biz indiyə kimi bütün kodlarımızı bu main metodun içində yazırdıq. İndi isə öz metodlarımızı yazacağıq. Deməli, öz metodumuzu yazmaq üçün ən birinci bura public static. Bu iki keyword-ə fikir verməyin. Bunları növbəti dərslərdə daha ətraflı keçəcəyik. Siz sadəcə ancaq public static yazın. Ondan sonra metodun return type yazılmalıdır. Ən birinci void-dən başlayaq. Void və daha sonra metodun adı yazılır. Məsələn, sum, toplamaq. Daha sonra mötərizə açılır və bu mötərizəyə metodun parametrləri yazılır. Siz bura parametr göndərməyə də bilərsiniz, göndərə də bilərsiniz. Tamam sizdə asılıdır. Məsələn, gəlin birinci biz parametr göndərməyək. Sonra baxın buradakı kimi fiqurlu mötərizələr açılır. Artıq kodlarımızı yaza bilərik. Məsələn, mən bura deyirəm ki, cout sum method executed deyirəm. Mən bu metodu işlətmək üçün gəlirəm main metodunda sadəcə bunun adını yazıram belə və mötərizələri açıb bağlayıram. Və mən bunu run eləsəm, baxın, bu sətir işə düşdü. Hətta gəlin buna debug modda baxaq. Debug modda mən bunu run eləsəm, baxın, ən birinci bura işə düşür və bu avtomatik gəlir düşdü bura. İcra olundu, bitdi və ondan sonra kod bitdi və outputumuz budur. Sum method executed. İndi gəlin buna parametr ötürək. Məsələn, mən buna ötürürəm ki, int a, bir də int b. Və mən bunun altına da yenə çapa verirəm ki, a üstə gəl b. Və baxın, burası qızardı. Metodun mötərizələri qızardı. Deyir ki, mən səndən 2 dənə arqument gözləyirəm, yəni mən səndən 2 dənə parametr gözləyirəm, amma sən heç nə göndərməmisən. Və bura biz hansı tipdə yazmışıqsa, məcbur o tipdə dəyər göndərmək. Məsələn, mən göndərirəm bura 5, bir də 6. Hətta burada IntelliJ bizə kömək edir ki, yəni A-ya 5 mənimsədirəm, B-yə də 6-nı. Kodu run versəm, baxın, gəldi bura işə düşdü. Daha sonra altındakı sətir gəldi, işə düşdü. İndi gələk return type-lara baxaq. Məsələn, mən bura return type olaraq int deyirəm. Bu zaman, baxın, bura qızarır. Deyir ki, missing return statement. Əgər bura void deyilsə, baxın, bura biz əvvəl void yazırdı, baxın, error getdi. Əgər bura void deyilsə, bizdə mütləq şəkildə biz bu parametrdə olan bir dənə dəyər return eləməliyik. Məsələn, mən bura deyirəm ki, return a üstə gəlsin b. İndi mən sum'ı çağırsam, mən bura yenə 5 ilə 6-nı göndərirəm. Kodu run versəm, baxın, sum method executed gəldi. Amma ki, burada a üstə gəl b-ni biz görmədik. Bunu görmək üçün mən bunu çapa versəm, baxın, sum method executed, bir də
İndi gəldi mənim dəyərim burada. A ilə B-nin cəmi gəldi. Bu niyə belə oldu? E, Normalda bu belə olanda, yəni bu şəkildə yazanda, sistemə altsuz yazanda, təzədən yazım, sum 5, 6. Biz bunu bu cür yazanda 5 ilə 6 göndərilir bura və 5 ilə 6 bura göndəriləndən sonra bu dəyəri return edirik. Amma ki, bizə qaydan da yenə integer da. Məsələn, mən bura int hissəyə bərabər sum deyə bilirəm. Və mən əgər C-ni çapa versəm, baxın 11. Hətta gəlin bunu silim, daha aydın görünsün. Baxın 11. Yəni ki, burdan qayıdan dəyər də bu tipdədir, integer tipindədir. Və mən bunu mənimsədə də bilirəm, çapa da verə bilirəm. Amma sadəcə mən belə işlətsəm, baxın, 11-i mən burada görmürəm. Yəni ki, belə demək olar ki, return type-ı olan metodun geri qaytardığı dəyəri görmək üçün onu ya nəyəsə mənimsətməliyik, ya da ki, onu çap eləməliyik. Bu return type-ı demək olar ki, bütün tiplərə olur bu. Məsələn, mən bura double deyirəm. Burada double göndərirəm. Burada double göndərirəm. Və mən yenə bunu çapa verirəm. Baxın, bu səfər gəldi 11.0, çünki double göndərmiş. Və ya mən bunu string edirəm. Baxmayaraq ki, baxın, bura oje qızardı. Deyir ki, mən səndən string gözləyirəm, amma sən mənə double return edirsən. Məsələn, mən bura deyirəm ki, salam. Baxın, burada return elədiyimiz system out print line-a görə gəldi konsolda göründü. Başqa nə etmək olar? Başqa boolean da qaytara bilərik. Məsələn, return true deyirəm. True qayıtdı. Bunu məsələn belə ədədi return eləyə bilmirəm. Çünki bu int-dir və bu məndən boolean istəyir. Yəni bütün demək olar ki, bütün tipləri return type kimi işlətmək olar. İndi yəni biraz praktik eləyək bunu. Yəni sadə bir dənə kalkulyator yazaq. Deməli, birinci mən istəyirəm ki, istifadəçidən dəyərləri alın. İstifadəçidən dəyərləri alandan sonra bir operator seçin. Məsələn, toplamadır, çıxmadır, vurmadır, bölmədir və bunun əsasında kodu icra edin. Deməli, istifadəçidən dəyər almaq üçün keçmişdik ki, skannerdən istifadə olunur. Skanner, skanner, new skanner. Və mən bura deyirəm ki, cout enter first number. Bunu deyirəm. Mən bura deyirəm ki, int a bərabərdir skanner.next. Daha sonra deyirəm ki, enter operator. Bura deyirəm ki, toplama, çıxma, vurma, bölmə. İşte bu qədər və string operator bərabər scanner.nextLine. Hətta bunları belə eləyək, biraz yaxşı görünsün. Və enter second time. İndi mən burada switch istifadə edəcəm. Switch operator əgər toplamadırsa, mənim şeyim operatorum toplamadırsa, bunları da integerə çevirək. Əgər toplamadırsa, A üstə gəl B. Yox, A üstə gəl B yox. Result sum AB. İndi mən toplamanı yazmışam. Çıxmağı, vurmağı, bir də bölmək üçün metodlar yazmalıyam. Onun üçün yazıram public
static int subtract, yəni çıxılsın. Int A, int B-ni göndərirəm bura və onların fərqlərini return edirəm. Daha sonra public static multiply və mən bunları return edirəm. Daha sonra divide bölmək üçün və mən burada deyirəm ki, sıfıra bölmə əməli olmadığı üçün əgər if b sıfırdırsa return -1 deyək. Və hətta bu double olsun. Bölmədən kəsər ədədləri alaq. Əgər b sıfırdırsa biz bura -1 qaytaraq və burada da məlumat üçün çap eləyək ki, cout cannot divide by 0 deyirəm. Əgər deyilsə və bu arada bu return avtomatik bu işə düşən kimi metodun işini sonlandırır. Yəni məsələn mən buraya yazsam ki, return double, bir də burada. Yəni əgər b 0 olsa, gələcək buraya işə düşəcək. Ondan sonra bu return işə düşəcək. Bu return avtomatik metodu sonlandırır. Yəni ki, bura artıq işə düşməyəcək. Yəni harda return varsa, hətta mən bunu belə eləsəm, baxın bura qızarır. Deyir ki, unreachable statement. Əgər b 0 olsa, -1-i return eləyəcək bu. Və metodun işi bitəcək axı. Yəni ki, bu kod heç vaxt işləməyəcək. Heç if-ə düşməsə belə, gələcək bura işləyəcək. Bu kod heç vaxt işləməyəcək deyə xəta atır. Yəni onu da yadda saxlamaq lazımdır ki, return həm də metodun işini sonlandırır, dayandırır. Mənim metodlarım hazırdır. İndi mən burada bunları yazmalıyam. Case əgər mənfidirsə, mənfi demək çıxmadsa, result sum yox, subtract. Hətta biz bunu belə eləyə bilərik ki, hər dəfə belə yazmayaq. Sonra case vurmadsa bu, bölmədsə bunu çağırırıq və default invalid operator deyirəm. İndi mən bu kodu run versəm, ilk ədədimizi giririk. Məsələn 10. Burada bu skannerlə bağlı problemdir. Əgər scanner.next intdən sonra next line işlədəndə bu problem olur. Bu nə ilə bağlıdır? Bu sətirlərlə bağlıdır. Biz demişdik ki, scanner.next metodu boşluğa qədər oxuyur da, bütün şeyi oxumur. Sətri oxumur. Yəni bunun sonuna qədər oxuyur. Bütün şeyi oxumur, sətri oxumur. Next intdə elədir. Hətta bu next double da olur. Next double eləsəm amma error atacaq. Amma yəni next intdə o cür işləyir deyə həmin problem yaranır. Yəni bütün sətri oxumadığı üçün burada hələ simvol qalmış kimi görür Java. Daha sonra scanner.nextLine deyəndə bu ondan sonrakını oxuyur. Və burada da heç nə qalmadığı üçün baxın burada da heç nə oxumadı, heç nə mənimsədilmədi və proqram burada qırılır və məndən ikinci ədəd girməyimi istəyir. Məsələn 20 desəm, baxın invalid operator deyir. Çünki heç nə girmədim və boş string getdi elə bir ki, ora. Baxın, bu operator əslində baxın belə oldu. Boş string. Sırf həmin o sətir probleminə görə, next line probleminə görə. Bunu iki cür həll edə bilərik. Bir, bura scanner.nextLine yazarıq. Ya da ki, bunu scanner.next dəyişərik. Bunu scanner.next-ə dəyişərik. İndi yoxlasaq. 10. Baxın, artıq məndən operator girməyimi istəyir. Müsbət, üstə gəlinsin. 20 deyirəm.
Və baxın result oldu 30. Başqa bir solution-da bunun bayaq dediyim next line eləyərik. Amma bura bir dənə scanner.next line atarıq ki, bundan sonra qalan sətirləri də Java oxusun, qutarsın. Ondan sonra yeni sətir. Baxın, buranı oxumağa başlasın. İndi kod run eləsəm yenə eyni nəticə olacaq. 10. Baxın, artıq yenə məndən operator istəyir. Üstə gəl. 20. Baxın, 30. Mən təzədən run versəm. 10. Bu səfər çıxılsın. 20. Result oldu -10. Daha sonra 10. Vurma. 20 desəm. 200. 10. Bölmə. 20. Baxın 0,5. Bu da niyə 0,5 oldu? Çünki biz burada ədədlərimizi double kast eləmişik. A-nı da double eləmişik. B-ni də double eləmişik. Amma məncə burada buna ehtiyac varmı? Bir dənə belə yoxlayaq. 10 bölünsün 20. Hə, yenə də 0,5. Bölünən ədəd əgər double-dırsa, onda vəsə. Double-a kast eləyir avtomatik. 0-a bölməni də gəlin yoxlayaq. 10 bölünsün 0. Baxın, cannot divide by 0 və -1-i burada gördük. Əslində heç -1 return eləməsək, bura exception atacaq. Birbaşa return desəm, məndən parametr gözləyir. Bir də bunu da göstərim. Mən burada return adi belə işlədə bilmirəm. Mütləq şəkildə mən bura parametr göndərməliyəm. Amma məsələn, mən bura deyirəm ki, public static void, məsələn, mən bura metod deyirəm. Mən bura dəyər ötürürəm. Int a. Mötərizələri açıram. Əgər a 0-a bərabərdirsə, mən bura sadəcə return deyirəm. Və sonra burada da deyirəm ki, method executed. Bunu deyəndən sonra mən bir dənə buranı komment aldım. Mən burada bir metodu çağırıram. Metod. Mən bura 5 dəyərini göndərirəm. Void olduğu üçün sistem out printləndə işlədə bilmirik. Və metod 0 göndərirəm. Hətta burada deyək ki, cout a bərabərdir 0. Deməli, ən birinci biz 5-i göndərəndə gəldi burada, gördü ki, a 5-ə bərabər deyil. Bura false qaytardı. False qaytardığı üçün buralar heç icra olunmadı və gəldi birbaşa metod executed oldu. Amma mən bura 0 göndərəndə gəldi burası true verdi. Bura true verdiyi üçün bunu çapa verdi. Və bayaq dediyim kimi return metodun işini dayandırdı. Baxın, metod burada bitdi və bura artıq işə düşmədi. Yəni return-də təklikdə bu cür istifadə olunur. Buranı kommentdən çıxarım. İndi mən istəyirəm ki, kalkulyatorda 3 dənə ədədi toplayım. Mən burada 2 dənə ədəd toplayırdım. Amma istəyirəm ki, 3 dənə ədəd toplayım. Və bunları artıq istifadə qaydasını gördük. Bunları artıq silmirəm, komment alıram. Mən 3 dənə ədəd toplamaq üçün buraya yazıram ki, public static int sum a, b, c və burada da onların cəmlərini return eləyirəm. Və mən burada deyirəm ki, sum 10, 20. Bir dənə də deyirəm ki, cout 10, 20 və 30. Mən kodu run versəm, baxın, bu kodun nəticəsi 30-dur, bu kodun nəticəsi 60-dır. Bu metod overloading adlanır.
Metod overloading nədir? Metodun adları eyni, lakin parametrləri fərqli olarsa, bu metod overloading adlanır. Return type-ın, ondan sonra access modifier'ın, bu statikin buna dəxlisi yoxdur. Metod overloadingdə əsas baxılan yer metod signature-dir. Yəni ki, metodun imzası. Metodun imzası da metodun adı ilə onun qəbul elədiyi parametrlərdir. Yəni ki, bu metod overloading adlanır. Yəni mən buraya hətta belə də desəm, string A və string B desəm, mən burada desəm ki, return 10 deyirəm. Mən yenə 10 dediyim, burada 20 deyirəm. Baxın, yenə də compiler mənə xəta vermir. Mən run eləsəm, yenə də 30. Burada da 10 niyə gəldi? Çünki biz burada 10-u özümüz əllə return elədik. Başqa necə eləmək olar? Məsələn, mən burada deyirəm string A. Burada deyirəm 20. String A, int B, burada string A. Amma məsələn, mən burada int C desəm belə, baxın, yenə error alıram, exception alıram. Burada əsas dəyişənlərin adı yox, onların tipləridir. Yəni string int, string int. Yəni Java burada baxır ki, sən 2 dənə, yəni əslində bunlar eyni olduğu üçün Java deyir ki, bundan onsuz var. Yəni bunu silsən, bu normal şəkildə işləyəcək. Daha sonra metod overloadingdə nə var? Məsələn, mən bura long A deyirəm. Və return A üstə gəl B. Bu long şey eləyəcək. Mən bunu burada kast eləsəm. Vəsə. Amma burada gəlirəm int A deyirəm. Və long B deyirəm. Burada da A üstə gəl B. Burada da int-ə kast eləyirəm. İndi mən gəlirəm burada. Bir dənə də belə metod yazıram. Burada göndərirəm 20, 20. Baxın, burada da mənə xəta verir. Burada çünki əsas buna kast olunmalı idi. Baxın, burada da mənə xəta verir. Nə xətası verir? Bu Java bilmir ki, nəyi icra eləsin. Çünki burası longdur, bura intdir. Burada da bura intdir, burada da longdur. Yəni fikir verirsinizsə, hər biri tam ədəd qəbul edən tipdir. Yəni ona görə bu da yəni Java seçə bilmir də, ona görə bu bizə xəta verir. Yəni Java seçə bilmir ki, bu longdur, yoxsa budur long. Yəni bu tiplər, bu cür metod overloading, yəni məsləhət görülmür, heç demək olar istifadə olunmur. Başqa metod overloadingdən nə qaldı? Elə bu qədər. Yəni metod overloading odur ki, əsas metodun adı eyni, parametrləri fərqli olsun. Bunu da dəyişirəm, eləyirəm int C. İndi mən belə bir şey deyirəm ki, mən istəyirəm ki, bu səfər 4 dənə ədədi toplayım. Gəlirəm bura, 4 dənə ədəd yazıram. Sonra məndən istəyirlər ki, 5 dənə ədədi toplayan funksiyonallıq gətir. Mən gəlirəm bura, bu səfər artıq 5 dənə deyirəm. Bu hər dəfəsində belə artı-artı gedir. Bu əslində yaxşı praktika deyil. Bunun üçün var args deyilən bir şey var. Variable arguments, ondan istifadə olunur. Hətta mən bunu da silirəm. Public, yazıram ki, public int sum və mən bura int A, int B yazmaq əvəzinə int 3 nöqtə numbers deyirəm. Baxın, bu ilk dəfə görürük bu yazılışı. Bu yazılış əslində arxada bir dənə array işlədir. Yəni bu əslində int
numbers. Bu əslində bu deməkdir. Və mən buradakı ədədlərin cəmini tapmaq istəsəm, int sum bərabərdir 0 və for numbers'ın içində gəzirəm, bir-bir bütün ədədləri toplayıram və sum'ı return edirəm. Yəni ki, mən burada sum statik yazmamışıq. Mən burada subtract yox. Sum deyirəm. Və sum deyəndən sonra mən bura bir dənə ədəd göndərə bilirəm. Onu belə kopyalayaq. İkincini də göndərə bilirəm. Üçüncünü də göndərirəm. Yəni mən belə istədiyim qədər ədəd göndərə bilirəm bura. Baxın. Yəni mən həm bir dənə ədədini toplaya bilirəm. İndi mən burada run eləsəm kodu. Baxın, bir elə adi bir dənə ədəd olduğu üçün bir qaytardı. Bu iki dənə ədədin cəmini tapa bilirəm. Üçün də, dördünün də, beşinin də. Və mən bunu artıra bilirəm istədiyim qədər. Yəni variable arguments o cəhətdən faydalı bir şeydir. Biz bunu belə də eləyə bilərdik əslində. Int numbers. Yəni bu da variable arguments ilə demək olar eyni şeydir. Amma ki, baxın burada qızarır. Bu qızarmasının səbəbi odur ki, biz bura belə yazmalıyıq. Cout sum və biz buraya yazmalıyıq new int və fiqurun mötərizənin içində dəyərləri buna ötürməliyik. Mən bura 2 dənə də dəyər ötürə bilərəm. 3 dənə də dəyər ötürə bilərəm. Mən bunu run versəm, baxın, output hələ də eyni. Deməli, metodlara baxdıq əsas. Öz metodlarımızı yazdıq, returnlərə baxdıq. Bu return nə iş görür, void metodlarda ona baxdıq. Daha sonra metod overloading'ə baxdıq. Kiçik kalkulyator yazdıq, skannerin probleminə baxdıq. Array qəbul elədik, onu gördük. Bu cür də qəbul elədik. Var aksiyonu. Vso. Bugünkü videoda bu qədər. Növbəti videoda görüşərik.